Mənim övladlarım mənim kimi vətənpərvər, mənim kimi vətən aşıqı olacaqlar. Mən onlara uşaqlıqdan yeri gəlsə vətəni üçün can verməyi öyrətmişəm. Mən onlara uşaqlıqdan vətəndən vacib, vətəndən müqəddəs heç bir şeyin olmadığını başa salmışam. İnsan atasını, anasını sevə bilər, amma vətəni onlardan da irəli qoymalıdır. Çünki bizim sevdiyimiz, bizə doğma olan hər kəs vətənimizdə yaşayır. Vətənimizin suyunu içir, çörəyini yeyir. Şəhid Gizir İmamverdiyev Asiman Mehmanoğlu tabiçiliyində olan əskərlərə hər zaman bunu deyirmiş. Asiman 1988-ci il avqust ayının 2-də Gəncə şəhərində anadan olmuşdur. Təhsil həyatına Gəncə şəhəri 8 saylı tam orta məktəbdə başlayan Asiman, dünya görüşü, savadı ilə yaşıdlarından seçilərmiş. Təhsil həyatını bitirdikdən sonra hərbi xidmətə yola düşən Asiman, burada hansı işlə məşğul olmaq istədiyini anlayır. Hərbi formanı geyindiyi ilk gündən formaya aşiq olan Asiman, komandirlərindən hərbiçi həyatı haqqında soruşur, döyüş taktikasını dərindən öyrənirdi. Hərbi xidməti bitirdikdən sonra gizirlik kurslarına yazılan Asiman, gizir rütbəsi ilə yenidən ordu sıralarına qatılır. Nizam-intizamı ilə seçildiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi medalına layiq görülür. Asiman 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən geniş miqyaslı təxribatın qarşısının alınması zamanı şəhadətə ucalır. Ölümündən sonra Vətən uğrunda medalı və Azərbaycan bayrağı ordeni ilə təltif olunur. Şəhid Gizir İmamverdiyev Asiman Mehmanoğlu Gəncə Şəhidlər Xiyabanında dəfn edilir.